Çevrə xaricindəki nöqtədən çevrəyə toxunan və kəsən çəkilmişdir. Toxunan uzunluğu 12 cm, kəsənin çevrə xaricində qalan hissəsinin uzunluğu çevrə daxilində qalan hissəsinin uzunluğundan 2 cm qısa olarsa, kəsənin çevrə daxilində qalan hissəsinin uzunluğunu tapın. Burada nöqtələri A, B, C və D olaraq işarə eləsək, çevrə xaricindəki nöqtədən çevrəyə çəkilən toxunan və kəsənin xassiyəsinə əsasən yaza bilərik ki, AB-nin kvadratı bərabərdir AC vurulsun CD. Digər tərəfdən kəsənin çevrə xaricində qalan hissəsinin uzunluğu çevrə daxilində qalan hissəsinin uzunluğuna 2 cm qısadır. Yəni, bura bir x desək, bu olacaq x plus 2 və artıq tənliyimizi qura bilərik. Belə ki, 12-nin kvadratı bərabərdir x, yəni AC x vurulsun AD, yəni 2x üstə gəlinsin 2. Çünki A-dan D-yə qədər x üstə gəl, x plus 2, yəni 2x plus 2-dir. Və sadələşdirsək ifadəmizi alaraq 144 bərabərdir 2x-in kvadratı üstə gəlinsin 2x. Hər tərəfi 2-yə bölək. 72 bərabərdir x kvadratı üstə gəlinsin x. Və buradan x kvadrat üstə gəlinsin x çıx 72 bərabərdir 0 alırıq. V teoreminə əsasən x1 plus x2 bərabərdir -1, x1 vur x2 isə bərabərdir -72. Hasili -72, cəmi -1 olan ədədlərimiz olacaq. Biri 8, biri də -9. Uzunluq mənfi ola bilmədiyi üçün biz x-i 8 götürürük. X 8-dir, bizdən CD tələb olunurdu, daxildə qalan hissə. CD bərabərdir 8 üstə gəlinsin 2, yəni 10. Cavabımız oldu 10.